İndi, aha, metakognitiv deyil Ülkər müəllimə, yox. Niyə? Niyə? Bayaq mən dedim axı sizə, metakognitivdə ancaq şagirdin özü haqqında, özünün düşüncəsi, özünün yolu, özünün metodu haqqında nəyisə quraşdıracaq, nəyisə plan tutacaq, tərtib edəcək. Burada özü haqqında deyir ki, əgər cəmiyyətdə hər kəs hər zaman və hər yerdə istədiyini etsəydi, insanların həyatı necə olardı? Ay müəllimlər, açıq tipli sualdır. Bu sualı verən müəllim şagirddə konseptual biliyi yoxlayır. Bu suala cavab verən hər şagirdin yanaşması fərqli olacaq. Biri deyəcək, müəllimə, elə cəmiyyətdə hər kəs özü bildiyi kimi yaşasa daha yaxşı olar. Hərə özünün istədiyi kimi bu qaydalar, qanunlar olmasaydı daha yaxşı olardı. Biri deyəcək, yox, müəllimə, onda dünya özbaşınalıq olardı. Kimsə kimisə öldürən kim, döyən kim, vuran kim, nə olan kim. Deməli, hərə konseptual yanaşacaq bu suala. İndi mən burada bir məqamı sizə deyim, müəllimlər. Baxın, Ruhiyyə müəlliməni burada necə sualı çaşdırdım. Ruhiyyə müəllimə, niyə necə olmur? Necə, nə zaman prosedural olur, nə zaman da konseptual olur. Baxın, biz dedik ki, prosedural bilik necə sualına, konseptual bilik nə, niyə, nə səbəbə, nə üçün sualına cavab verir. Biz situasiyaya baxırıq. Şagird məsələ yazıb gətirib, baxırsan, 4 planlı məsələdir. Deyirsən, Fəridə, qızım, bu məsələni necə həll etdin? Necə həll etdin? Sualını verərkən başlayıb şagird ardıcıllığı sənə danışacaq. Müəllimə, əvvəl oxudum, sonra buna plan tərtib etdim, birinci filan məhçulumu tapdım, sonra ikinci məhçulumu tapdım, sonda məndən cəm istədiyinə görə bu cavabları topladım. Neynədim, sonda cavabımın düzgünlüyünü yoxlamaq üçün onun yoxlamasını apardım. Neynədir? Etdiyi yolu, etdiyi o prosesi sənə ardıcıl danışdı. Bəs proseduralda biz dedik ki, prosedural pros sözündən götürülmüşdür. Bir fəaliyyət deməkdir. Burada bir fəaliyyət icrası var. Nəysə yerinə yetirmə var. Tətbiq eləyir, icra eləyir, yerinə yetirir. Bir fəaliyyətə sövq olunması var şagirdin, müəllimlər. Amma burada nə prosedura yerinə yetirir ki, uşaq? Nə olsun ki, necə sualı var? Deyir ki, insanların həyatı necə olardı? Burada bir nəsə ardıcıllıq yerinə yetirəcək, hansısa bir fəaliyyət icra eləyəcək ki, şagird sadəcə öz yanaşmasını deyəcək. Məsələn, ola bilər heç belə verməz, başqa cür, məsələn, deyər ki, səncə bu hadisənin sonu belə bitməsəydi, necə baş verərdi? Hadisədə ardıcıllıq necə olardı? Məsələn, necə ilə verərdi də, deyək ki, heç ardıcıllıq deməyək. Nə baş verərdi? Necə olardı? Sən bu qəhrəmanın yerinə olsaydın, necə olardı hadisələr? Necə olardı? Şagirdin öz fikrini almış oluruq biz. Öz fikrini. Prosedural olur, müəllimə? Yox, yenə konseptual olur. Yenə konseptual olur. Bəli. Şagirdin fikirlərini alırıq biz. Necə olardı? Öz düşüncələrini deyəcək. Söyləyəcək. O hansısa bir fəaliyyət yerinə yetirməyəcək ki. Ona görə bax, o necə sualını orada proseduralla o qarışdırmayın. Baxın, 2 nəzəriyyə, 2 alim. Amma fərqli yanaşmalar. Adi elə mən sizə konseptual biliyi izah eləyəndə də demişdim, müəllimlər. Nəzəriyyələr, modellər hamısı konseptual bilikdir. O alimlərin nəzəriyyələri, o niyələri, hərənin o özünə görə niyəsi var. Niyə? Piaget deyir ki, şagirdlər, uşaqlar yalnız oyun oynayarkən, ətraf mühiti seyr edərkən yaxşı öyrənir. Vygotsky deyir, yox. Uşaq daha çox ünsiyyətdə, özündən böyüklərlə, ondan yaxşı bilənlərlə ünsiyyətdə olarkən, dil, nitq, ünsürlər. Vygotsky'nin nəzəriyyəsində scaffolding anlayışı var. Onlar deyir ki, ünsiyyətdə daha yaxşı öyrənir. Piaget deyir, yox, oyunda daha yaxşı öyrənir. Ətraf mühiti seyr edərək daha yaxşı öyrənir. Görürsünüz, 2 alim fərqli yanaşma. Bax, eləcə də budur, konseptual bilikdir. Yəni, mən bu detallara girirəm ki, sizin üçün
O aydın olsun müəllimlər. Burada müəllimlər A bəndinə baxaq. Effektiv olması üçün tətbiqi xarakter daşıyan biliklərin şagirdlərə öyrədilməsi məqsədə uyğundur. Bax bu nə deməkdir müəllimlər? Bu nə deməkdir? Mən deməmişdən öncə görün bunu kim izah verir bir qəşəng. Sonra bəlkə heç ola bilər mən ehtiyac olmadı mənim izahıma. Bir dənə Zahirə əl qaldırıb. Zahirə buyur görüm canım mənim. İndi öz düşüncəmi deyirəm. De. Məncə bu tətbiq o deməkdir ki, yəni öyrəndiyini quru-quru əzbərləmək yox, öyrəndiyimizi real həyata tətbiq eləmək, tətbiq yönümlü olmalıdır. Düz düşünürsüz Zahirə. Qəşəng. Müəllimlər, bəs biz kurikulumda keçəndə də, kurikulum nədir bölməsini keçəndə də mən dedim ki, kurikulum şəxsiyyət yönümlü olmalıdır. Bilik yönümlü məsələlərlə deyil, tətbiq yönümlü məsələlərlə yüklənməlidir. Biz şagirdlərimizə bax, indi buradan bir dənə də sualdan sual çıxardacağam sizə. Diqqətli olun, diqqətli olun. Bax deyirəm ki, şagird müəllim dərsi keçir, mövzunu oxutdurur, nə bilim neyniyir, amma həmin şagirdlərə deyək ki, məsələn, tənliyi keçir, əzbərlədir, amma lövhədə şagirdlərə tənlik yazdırmır. Şagird çıxıb lövhədə tətbiq etmir. Hansı pedaqoji tələb pozuldu Ağca? Tamlıq. Afərin. Kim idi o tamlığı deyən? Tamlıq mən Hə, Ağca müəllimə. Ay sağ ol. Tamlıq pozuldu. Bax, neynədik biz? Deməli, biz şagirdlərdə öyrənmənin effektliyini artırmaq üçün öyrətdiyimizi tətbiq etdirməliyik. Tətbiq etdirməliyik. Bax, o cümlə o deməkdir ki, tətbiqi xarakter daşıyan biliklər. Yəni, elə şeylər öyrət ki, onu şagird tətbiq etsin. Yəni, bugün sinifdə öyrənən şagird sabah gedib onu həyatda da tətbiq edəcək. Və eləcə də bugün öyrəndiyinin sabah həyatda ona harda lazım olduğunu bilir. Deməli, öyrənmə onun üçün effektiv olacaq. Tətbiqi xarakter daşımaq bu deməkdir. Belə müəllimlər, beləcə bu dərsimizin də sonuna gəldik. Və sonda məlumat üçün bildirim ki, bizim sıfırdan qruplarımız açılacaq. Mart qruplarımıza qoşulub, sürət qruplarımıza qoşulub bizimlə birgə bu cür motivasiya dolu dərsimizdən bəhrələnmək istəyirsinizsə, YouTube-dan bizim telefon nömrələrimizlə əlaqə saxlayıb biz dərslərimiz haqqında daha geniş məlumat əldə edə bilərsiniz. Və bu arada material qrupumuz açılacaq bizim növbəti aydan. Materiallar qrupunda münasib deməli qiymət ödəməklə bütün materiallarımızı əldə edə bilərsiniz. Bəzən müəllimlər var, deyir, müəllimim bizim zamanımız yoxdur, canlı dərslərə qoşulma imkanımız yoxdur. Bunu deyən müəllimlər qoşulub bizim material qrupumuzdan, materiallarımızdan əldə edə bilərlər və bundan başqa bilirsiniz ki, Time kitabı yenilənib əziz müəllimlər. Time kitabında yeni çıxan bir çox mövzularımız var. Hal-hazırda həmin mövzuların üzərində iş aparıram. Həmin mövzuların qısa şəkildə, aydın anlaşılan şəkildə həm nümunələrlə, həm test tapşırıqları ilə, həm də qısa-qısa mövzuların sadə anlaşılan izahlarını yazıram. Və material qrupumuzda bizim o PDF-lər də öz əksini tapacaq. Və bundan başqa material qrupumuzda səsli şəkildə bizim izahlarımız, sonra video şəklində dərslərimiz qoyulacaq. Səsli şəkildə deməli mövzuların sadə anlaşılan izahları veriləcək. Və əziz müəllimlər, yanvar son qrupumuz bizim yanvar ayında açılıb. Bəzən baxırsan, yəni müəyyən qədər bazası olan, yenə qədər hazırlaşan və sonradan müəyyən səbəblərdən hazırlığı dayandıran müəllimlər, əgər müəyyən qədər bazanız varsa, bizim deməli bir ay ərzində keçilən mövzular sizə ödənişsiz şəkildə göndəriləcək və bundan sonra qoşulduğunuz gündən ödəniş eləyərək növbəti dərslərimizə qoşulma imkanı da əldə edə bilərsiniz. Bu arada kanalıma abunə olmağı, şərh yazmağı, paylaşmağı və bəyənməyi unutmayın. Bu cür videoların davamlı olmağını istəyirsinizsə, mütləq şəkildə kanalıma abunə olun əziz müəllimlər. Növbəti görüşlərə qədər sağ olun.